Özbekistanın birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın azadlığa buraxılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu barədə Gazeta Uz nəşri ölkənin Ali Məhkəməsinin mətbuat katibi Əziz Abidova istinadən məlumat yayıb. Bu barədə söz-söhbətlər isə Gülnarə Kərimovanın işində Özbəkistana qaytarılan vəsaitlərin idarə edilməsi üçün yaradılmış Uzbekistan Vizyon 2030 fondunun işinə həsr olunmuş mətbuat konferansının hazırlanması ilə bir vaxta təsadüf edir. Söhbət beynəlxalq istintaq çərçivəsində müşahidə edilən milyonlarla dollardan gedir. Özbəkistan və İsveçrə arasında aktivlərin bərpası üzrə ilk saziş 2022-ci ilin avqustunda imzalanıb. Bundan sonra İsveçrə tərəfi 131 milyon dolları qaytarmağa razılaşıb. 2025-ci ilin fevralında tərəflər ikinci tranş daha 182 milyon dolların qaytarılması barədə razılığa gəliblər. Beləliklə geri qaytarılan vəsaitin ümumi məbləği 313 milyon dollara çatıb. Həmçinin bu ilin aprelində Belçika hakimiyyəti telekommunikasiya müqavilələrinin bağlanması zamanı korrupsiya və çirkli pulların yuyulması işi kontekstində müşahidə edilmiş 108 milyon dolları Özbəkistana qaytarmaq qərarına gəlib. Əvvəllər yüksək vəzifələrdə çalışan və ölkənin ictimai həyatında fəal iştirak edən Gülnarə Kərimova 2015-ci ildə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 2019-cu ildə cəza çəkmə müəssisəsinə köçürülüb. 2020-ci ildə isə məhkəmənin hökmü ilə dövlət əmlakını oğurlamaq, vəzifə səlahiyyətlərindən sui-istifadə və hədə-qorxu ilə tələb etmə ittihamları ilə daha 13 il 4 ay azadlıqdan məhrum etmə cəzasına əlavə edilib. Gülnarə Kərimova və onunla əlaqəli şirkətlərlə bağlı beynəlxalq araşdırmalar isə 2012-2014-cü illərdə başlayıb.